Dəyərli izləyicilər, bugün sizinlə biraz qan azlığı haqqında danışmaq istəyirəm və qan azlığından əziyyət çəkən insanlar haqqında danışmaq istəyirəm, daha doğrusu. Qan azlığından əziyyət çəkən bir insan kimi sizə bir vitamin vasitəsi məsləhət görürəm. Bu dəmir ferumdur. Vitamin F. Dəmir ferumun məndə yaratdığı çox gözəl təəssüratlar var. Bunları sizinlə bölüşmək istədim. Əgər ətrafınızda qan azlığından əziyyət çəkən biri varsa, mütləq bunu əminliklə məsləhət görə bilərsiniz. Çünki həqiqətən də çox gözəl, möhtəşəm təsir olur insanda. Qan azlığında bilirsiniz də, adətən qan azlığı çəkən insanlarda baş gicəllənmə olur, rənginin solması olur, durduq yerə halsız, yorğun, sanki yuxusuz kimi hiss edirsən özü. Bu hallar çox olur və bu hallar məndə də var idi. Bununla bağlı bir xanıma dedim ki, bu hallar məndə var. Həmin xanım mənim kontaktımdan olan bir xanım idi və bütün gün Siberian Wave'in vitaminlərin, dərman vasitəsinin, gözəllik vasitələrini paylaşırdı. Hər dəfə deyirdim ki, yazacağam, bunu yazacağam. Axır ki, bunda qan azlığına aid bir şey gördüm, yazdım və dedim ki, mən də qan azlığından əziyyət çəkirəm. Bunun mənə həqiqətən də xeyri olacaq. Dedi ki, tam əminliklə mən sənə qaranti verirəm. Mən cavabdayam. Yəni alıb qəbul edə bilərsən. İnanın ki, alıb qəbul edəndən o halların heç biri məndə olmurdu. Özü mənim qan azlığımla problemlərim həddindən artıq olurdu. Belə deyim ki, onların heç biri qalmayıb da aradan gedib. Qan azlığı həddindən də çox pis bir şeydir. Bunun üstünə düşmək lazımdır. Əgər qarşısına almırsınız, gələcəyinizə bəzi zərərləri toxuna bilər. Və qan azlığından əziyyət çəkən bir insan kimi sizə dəmir ferum məsləhət görürəm. Çox gözəl, möhtəşəmdir. Nə yaxşı xanımı da tanımışam, mənə məsləhət görür.